Türkiye'de fəaliyyət göstərən tanınmış Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ailə həyatı qurub. Bu barədə məlumatı Türkiyəli jurnalist Akif Yaman yayıb. Onun sözlərinə görə aktrisanın toy mərasimi məhz ötən gün Bodrumda baş tutub. Məlumatda qeyd olunur ki, Nəsrin Cavadzadə Kadir Taner Uçar ilə nikah masasına əyləşib. Xatırladaq ki, Nəsrin Cavadzadə bir müddət əvvəl həmkarı Pamir Pekinlə eşq yaşasa da cütlük münasibətlərini rəsmiləşdirmədən yollarını ayırmışdı. Nəsrin Cavadzadə toyundan paylaşım edib. Sənətçi Bodrumdakı nikah mərasimindən fotoları izləyicilərlə bölüşüb. Aktrisanın paylaşdığı kadrlar arasında ilk dəfə həyat yoldaşı ilə birlikdə çəkilən şəkillər də yer alıb.